Salam, hörmətli informatika öyrəniciləri, hər birinizi xoş gördük. Bugün biz sizinlə Python proqramlaşdırma dilində yazılmış sual nümunəsinə baxacağıq. Sualda biraz çaşdırıcı və fərqli məqam olduğu üçün sualın izahını sizinlə paylaşmaq istədim. Tövsiyə edərdim ki, sualın izahına baxmamışdan öncə videonu dayandırıb özünüz sualla tanış olub həll etməyə çalışasınız və sonra videonun izahına baxmağa davam edə bilərsiniz. Aha, görək bizdən nə istəyir bu proqramlaşdırma dili. Deməli, bizə dəyişənlər verilib, 4 dənə dəyişən verilib, dəyişənlərə dəyər mənimsədilib. A dəyişəndir, bərabər mənimsədmə, ABC də dəyərdir. Və 4 dəyişənə dəyər mənimsədilib və print çapa getməyə ABC, X-in çapa bizdən verilməsini istəyir. İlk öncə biz printə baxmamışdan öncə yuxarı dəyişənlərin qiymətlərinə baxmalıyıq və dəyişənlərin dəyişilmiş qiymətinə xüsusi diqqət yetirmək lazımdır. Və eyni zamanda hansı dəyişənə dırnaq içində dəyər verilibsə, olduğu kimi qalacaq. Bəli, yuxarıdakı qiymətlərdən gedir, printdən getmir hələ. Və hansı ki dırnaq içində deyil və dəyişənlərin dəyişmiş qiymətinə, yəni müraciət gedəcək. Baxaq bizə A, A, A dəyişəni verilib. Eləmi? A dəyişəninə A, B, C dəyəri mənimsədilib. Dırnaqda. Bəli, A, B, C, A, B, C dəyəri mənimsədilib. Və ikinci A, B, C. ABC dəyərinə isə A dəyişəni mənimsədilir. Mən gedib yuxarıdakı A dəyişəninin qiymətini, yəni ABC-ni götürə bilmərəm. Çünki bu A dırnaq içindədir. Dırnaq içində olduğu üçün A olduğu kimi qalır. Bəli, olduğu kimi qalır. Və üçüncü X dəyişəninə A dəyəri mənimsədilib. Mən bura A gedib yaza bilmərəm. Çünki bu dırnaqsızdır. Diqqət eləyə bilirsiniz? Bəli, dırnaqsızdır. Mən gedib A dəyişəninə müraciət eləməliyəm. Bəli, dəyişəninə müraciət eləməliyəm. Və A dəyişəninin dəyəri ABC-dir. Yazdım bura? Yazdım. Dördüncü ABC, bax bu. ABC dəyişəninə ABC dəyişəninə X mənimsədilib. Mən bura gedib X götürə bilmərəm. Nəyə görə ki, dırnaqsızdır. Mən dəyişənlərin dəyişilmiş qiymətinə müraciət edib, bax, dəyişilib. X-in qiyməti nədir? ABC-dir. Bəli, bura yaza bilərəm. ABC. Aha, mən dəyişənlərə qiymət verdim. Qiymətləri yenilədim. Və bu zaman mən gedib printimi həll edə bilərəm. Yazıram. Printə gedəcək. A, B, C. Burada da diqqətli olmaq lazımdır. Bizim printin 4 funksiyası var idi. Dırnaq içində necə printə çıxırdı və dırnaqsız necə çıxırdı. Bəli. A, B, C, bax bu dəyişən A, B, C. Dırnaqsız olduğu üçün gedir, hara müraciət edir? Bax, dəyişənlərin dəyişmiş qiyməti. Sonuncu ABC nə alıb? ABC. ABC ilə ABC dəyəri mənimsədilir. ABC. Yazdım, bəli, yazdım. Və ikinci AAA-dır. A dəyişənim yenə də mənim dırnaqsızdır və gedir bura müraciət edir. Qiyməti nədir? ABC. Bəli. Və sonda X dəyişənim dırnaqlıdır. Bəli, dırnaqlıdır. Dırnaqlı olduğu üçün, dırnaq içində olduğu üçün biz bura elə X yaza bilərik. Deməli, bizim düzgün variantımız burada nə oldu? Y variantı. Növbəti suallarda görüşərik. Sağ olun.